Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Sizə aprelin 4-ünə olan hava haqqında məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Temperatur gecə 10-14 dərəcə isti, gündüz 18-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə stonundan 763 mm civə stonuna yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% müşahidə ediləcək. Azərbaycanın rayonlarına gəldikdə isə hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli intensivləşəcək, dolu düşəcək, yüksək dağlıq ərazilərdə sulu qara keçəcək. Gündüz əksər rayonlarda yağıntıda fasilə yaranacaq, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcək. Belə dəyərli izləyicilər, havaların necə keçməsindən asılı olmayaraq sizin əhvalınız həmişə xoş keçsin. Hələlik.